Siz məndən uzun video istəyirdiniz. Buyurun uzun video. Baxaq axıra kimi kim baxacaq. Axırda bir dənə zarafat edəcəm. Onu kommentariylərə yazın zəhmət olmasa. Sizə məhsulun araşdırması, ödənişiz edəcəm bir dənə. TikTokda, Instagramda bir dənə qız var. Rus dilində danışır. Gedir sərgiləri çəkir, baza yaradıb satır. Mənə deyirlər ki, sən də belə elə. Amma mənim məqsədim o deyil. Mənim məqsədim ümumiyyətlə sizə göstərməkdir ki, Çində nə var, nə yox, necə olur, necə təşkil olunur, nə satılır və sizə keyfiyyətli məlumat göstərim. Ticari məsələlərdə mən biraz individual yanaşmanın tərəfdarıyam. Hamı kanton sərgisində olduğu zaman mən isə Şenjendəyəm. Sərgi avtomatlaşdırmaya aiddir. Cürbəcür dəzgahlar, avadanlıqlar. Çoxsunu mən göstərmişəm. Nəsə axtaran yenilik olsun. Və bundan öncə göstərmədiyim. Son illərin trendidir. Hər şey AI-ya bağlayırlar. AI yazırsan, partlayır. Məsəl üçün bu AI barista robotu. Amma mən inanmıram ki, bu baristanın yerini tutar. Çünki ünsiyyət hələ də vacibdir. Şəxsən mən biraz artıq ödəməyə hazıram ki, coffee shopda baristanın gülüşünü görüm və biraz ünsiyyət edək, small talk edək. Amma ola bilər ki, mən səhv düşünürəm. Başqaları elə düşünmür. İşlətməsi necə işlənəcək, necə olacaq, nətər işlətmək lazımdır, qalır sonraya. Bu intellektual avadanlıq avtomobilin intellektini yoxlayır. Komanda verir və komandanın icrasını analiz edir. 打开歌词， 收到， Görürsüz, komanda verir və avtomobil onu icra edir o komandanı. 收到， Bu ancaq avtomobil istehsal edən şirkətlər üçündür. 收到， Yəni normal həyatda işlətmək üçün deyil. Mənə avtomobillərin diaqnostikası ilə bağlı avadanlıq və yaxud da kurslar çox müraciət edirlər. Əslində bura gəlməyimin səbəbi də odur. Burada belə bir şirkət tapım ki, onun avadanlığını satır, elektrikli avtomobillərin diaqnostikası üçün və örgədir onu. Axtaran tapar. Gələn dəfə. Çünki sərgi biraz başqa mövzudaydı. Yəni avtomobil üçün var idi bəzi şeylər, amma əsas məsələlər avtomatlaşdırılmış smart factory idi. Yəni ağıllı istehsalat. Plastik plyonkaları lazerlə kəsən avadanlıq. Əslində bu texnologiyanın o biri texnologiyalarla mən bundan öncə göstərdiyimlə heç bir əlaqəsi yoxdur. Sərgi 4 pavilyondan ibarət idi. Birində texnologiyalar, birində AI, birində smart factory, birində isə sadəcə skoçlar sərgilənirdi. Onları da sizə göstərmədim. Çox basitdir, çox sadədir. Bu şirkət isə monitor istehsal edir. Siz avtomobil istehsal etməyə qərara gəlmisinizsə, monitoru məndən sifariş edin. Əlim yüngüldür. Əlim yüngüldür. Təşəkkür edirəm. Sağ olun. Gələn görüşlərə qədər. Bay bay.